Herkese salam. Yeni vlogdan sizi salamlayıram. Burada səhər tezdən durmuşam. Qəşəng çay dəmləyirəm. Hamı hələ yatır. Mən biraz tez durmuşam. İstədim bugün biraz tez durum. Bugün çok belə pozitiv gün olacaq. Görəcəksiniz videoda. Və burada şeydə hazırlamışam. Blinçik xəmiri də hazırlamışam. İndi blinçik də hazırlayaram uşaqlara səhər yeməkləri olaraq. En sevdiğim belə zavtraklardan biridir. Blinçik olan zavtrak bizde en sevdiğim zavtraklardan biridir. Burada hər şey təmizdir. Axşam təmizləyib yatanda çox belə rahat olur. Bunları mən istədim, işlədim. İndi hamı yatır. Qapıları da bağlamışam. İnanın ki o kadar istidir ki bu otaq. Böyle bir blinçikler alındı. Kuşunka, çay. En sevdiğim zavtraklardan biridir. Səhər tezdən değil, уже saat 11'e 10 dəqiqə qalıb. Mən nə etmişəm? Hamıya zavtrak vermişəm və girmişəm bu otağa. Bu otaq qəşəng təmizləmişəm, silib süpürmüşəm. İndi gedirəm o birisi otaqlara burada, çünki indi gəlib qaynanam oturacaq. Bilirsiniz də, yenə də dediyim kimi ameliyat sonrasıdır. Bugün bir analiz verdik. Onun cevabı hafta sonu deyiblər bizə gəlməlidir. Bilmirsinizsə ya yox bilmirəm. İmmunokistokimiya. İnşallah heç kimə qismət olmasın belə analizlər. Amma neyniyək, biz veririk də, indi bizim başına gələn bir şeydir. Baxaq görək bizi nə gözləyir. Buranı qəşəng təmizləmişəm. Belə sveji iyi olsun otaqda. İndi o gələcək. Burada nə varsa ona aid şeylərdir. Orada dasmaldır, çaşqadır, su olur. Həmişə belə şeylərdir də. Bura uşaqlar da o kadar da çox girmirlər. Bilirlər ki o burada istirahət edir. Bu da kızımın ev işidir. Yığıb bunu. Orada durur. Buraları da belə yığışdırmışam, pastel yığmışam, bunları da kaldırmışam. Bu güzgü hələ də qalır, gözləyirik nə vaxt o öz yerinə yapışır, özü gedib. İstəyirəm indi gəlib güzgünü silim, şkaf üstləri silim, göstərərəm sizə. Tumbaçkaların üstləri zat silim. Üstləri deyəndə qıraqları, belə şeylər, altları, bunları silim. Sonra pılsosluyum, bu silim və o birisi otaqlara da girək. Orada da indi qab yuyaram. Kuxnada qab yuyub, уже keçirəm bu otağın canına. Burada da təmizləyirəm. Uşaqların otağını da təmizləyirəm. Həmişəki kimi qızlar, bir gündən bir gün bu təmizlik məndə olmalıdır. Niyə? Çünki maşallah həmişə dediyim kimi hamının, uşaqların, hamının canı sağ olsun. 3 uşağını sayam. Uşaqlar da bir yerdə durmayan uşaqlardır. Ora bura qaçırlar, nəsə eləyirlər. Toz da istər-istəməz qalxır. Bizdə evdə 6 nəfər olaraq, yəni toz olur evdə. Bir gündən bir gün eləyirəm. Uşaqlar məktəbdə olanda həftədə bir dəfə bu təmizlik eləyirdim. Qalan günləri belə təmizlik eləyirdim də. Amma indi görürəm ki yox, уже hər gündən bir gün bu təmizlik eləməliyəm. Çünki toz görəndə mən əsəbləşirəm. Və işlərim mənim istədiyim kimi gitmədi. Tez o birisi otağını təmizləmi olmuşam ki, gəlib yoldaşım orada uzansın. O işdən bugün biraz tez gəldi. Düzdür, bizim onsuz da plan var idi. Mən tez təmizlik eləməliydim bir də. Biraz bazarlıq yemək hazırlamalıydım ki, biz gidək bağa. Bəzi işlər var idi ki, bağda. Uşaqları da ora aparmaq istəyirdik. Dedik öncə biz gidib oranı təmizləyək, sonra uşaqları aparaq. Buranı təmizləmişəm. Şvabra məni gözləyir, dedim bu paltarları da yığım. Qızlara deyirəm, amma onlar yenə də eləyirlər, amma mənim istədiyim kimi eləmirlər. Ona görə də dedim özüm eləyərəm, tez-tez bunu da eləyim. Aradan çıxsın və bol silib, pılsoslayıb hazırlaşıb getməliyəm həm də.
İndi mənim inanın ki 2 saat yarım var, vaxtım var ki mən tez gərək bunları eləyim. Yenə də həmişəki kimi divanları bu tərəf çəkmişəm. Qaynanam həmişə deyir, ay qızım, axı o divanlar xarab olar. Deyirəm, yox, xarab olmaz, təmiz olar. Neyniyim, mən bu belə eləməsəm, elə bilərəm ki, orada toz qaldı. Nə rahat uyuya bilərəm, nə otura bilərəm. Bu mənim deyim ki, hobbidir da mən gərək sizə göstərməsəm də bu polu uzanıb orada elə təmizləyirəm ki, bunun polu, yəni arxaları, belə şeyləri xoşluyuram deyəndə bilirəm ki, oranı təmizləsəm, onu mən eləyərəm. Başqa heç kim gəlib onu eləməməlidir. Belə indi polu da silirəm, yerbəyər eləyib tez yeməyə hazırlamalıyam qızlar. İnşallah bu videonu bəyənərək baxarsınız, like olub abunə olmaya unutmazsınız. Qəşəng bir kommentariya yazarsınız. Hamam tualetdə təmizləmişəm bu arada. Orada sizə göstərmədim çünki məndə ya video ya shorts videoda olmalıdır, hansı ki mən burada təmizlik eləyirəm. Təmizlikdən sonra gittim, tez bir balaca bazarlıq elədim. İnanırsınız burada deyim ki sizə 60 manatlıq nə var? En baha olan kofeydi bu. Zavarka almışam. Həmişə bu baçkanı alıram. Verga, yağ, turetski kofe. Belə bir vafrikalar aldım. Yaşkina. Sok aldım uşaqlara. Burada 20 yumurta var. Göyərti aldım. Xiyar aldım. Olmazsa olmazı yayda soğan aldım. Və pomidor. Dediyim kimi şempir pomidor alıram. Nəsə ən yaxşı, ən xoşuma gələn pomidor hələ ki budur. Belə bir balaca bazarlıq elədim. Buraları hələ ki xalçaları sərmədim. Vəbşə deyərsiniz ki, yayda xalçanı nə edirsiniz? Xalçasız mən evi heç inanın ki, düşünə bilmərəm. Mən xalçasız ev xoşlamıram. Xoşlayıram ki, hər yerdə xalça, hər şey öz yerində olsun, yay, qış, fərq yoxdur. Və, конечно же, bu kuxnadakı xalçanı istəyirdim, bağa yuyum, onu apararam. İndi biz gedəndə, indi deyəndə hələ mənim işlərim var. Uşaqlar yemək istəyirlər, onlara günorta yemək verməmişdim. Hələ o yuyan qablar zavtrakdan qalan qablar idi. İndi onlara qəşəng günorta yeməkdə nə varsa, nə qaldısa onu verib, yemək hazırlama vaxtı çatdı. Buralar təmizdir. İndi gedib pəncərəni açım. O otağın qapını bağlayım. Çünki o tərəflərə iyi getməsin. Uşaqlara yemək verim. Sonra da başlayaram. Yemək hazırlayıb getməliyəm bağa. İnanın ki, həm istidir, həm işləri çoxdur, həm bu gündə bitmir ki. Bitməsini də düzdür istəmirəm. Çünki işlərim var və kofe molası həmişə olmalıdır. Düzdür, uşaqlara yemək vermişəm, o kadrını qoymamışam, hansı ki uşaqlara orada stol düzəltmişdim. Baxın, nə qaldıysa evdə hamısını vermişəm. Biraz sup qalmışdı, biraz qreçka, belə şeylər qalmışdı, nə az qalmışdı. Hamısını qızdırıb vermişəm, yesinlər. Çünki mən indi burada yemək hazırlayanda mənə olmasınlar. Qızım yox, oğluşum çay istədi, şirin çay içir arada. Və biz qaynanamla dedik, gəl kofe içək. Biz düzdür, yemək yemədik, çünki biraz gec yemişdik səhər yeməyi. Ona görə də uşaqlar acıqmışdı, onlara nə qaldı onu verdim. Biz də kofe içək və sonra başlayaram yemək hazırlamasına. Значит, burada nə edirəm? İstəyirdim sadə makaron hazırlayım, gedim. Yox, uşaqlar belə razı olmadılar. Dedilər ki, biz çoxdan istəyirik toyuq qatleti və sən bizə hazırlamırsan toyuq qatleti. Dedim, lap yaxşı, indi bugün hazırlayaram da, nə edeyim. Onsuz da gedirəm, bəlkə də axşam gec gəldim çox yemək olsun ki, mən gec olsam da bilim ki, evdə yemək var. Ona görə də dedim, biraz gecikəcəm, düzdür, getməyə. Amma yenə də evə gedirəm, başqa heç yerə getmirəm da, evdən evə deyə bilərəm. Belə toyuq qatleti belə yerirəm, biraz səliqəsizdir, bura olub, düşüb belə etlərin
balaca şeyləri, amma heç nə olmaz. Onsuz da buranı yuyaram. Birinci dəfədə toyuq təmizləyib toyuqdan ət çıxardıram, yoxsa həmişə alıram. Belə döş əti alıb eləyirəm. Qabları yumuşam, bunları hər şey hazırlamışam. İndi blenderdən qəşəngcə keçirdik. Kotlet hazırlamalıyam ki, rahat gedib gəl. Bəs siz toyuq kotlet nətər eləyirsiniz? Nə əlavə eləyirsiniz? İndi görəcəksiniz ki, mən nətər eləyirəm. Mənim toyuq kotleti sırf toyuqdan olmur, çünki mən ora başqa şeyləri də qatıram. Görəcəksiniz, amma çox dadlı alınır. Uşaqlar sevirlər, həmişə deyirlər ki, xoşum gəlirlər də, həmişə kotlet deyəndə həmişə deyirlər ki, biz bəs toyuq kotlet istəyirik. Ona görə də belə eləyirəm həmişə. Soğan da əlavə elədim, amma nə yalan deyim, bu blenderdan heç xoşum gəlmədi. Bu hədiyyə olaraq mənə alınıb. Düzdür, məndən soruşulub alınıb, amma yenə də özüm biraz nəsə xoşum gəlmədi. Значит, mən bura yağ əlavə elədim, kurcuk, jır, pi deyim də sizə. Biraz da çəkilmiş et əlavə elədim, duz əlavə eləyərəm həmişəki kimi. Bu özünüz bilərsiniz də, siz də nətər duz istifadə eləyirsinizsə, istiud, qara istiud. Qara istiuddan sonra da biraz sarı kök əlavə eləyərəm. Başqa heç nə əlavə eləmirəm. Niyə? Çünki bizdə göyərti əlavə eləyəndə uşaqlar xoşlamırlar. Onlar sadə kotlet xoşlayırlar. Düzdür, bu səfər unutmuşam, kekliyotu. Amma belə bunu da qoyum, rahat bunu eləyim də, перемешать eləyim. Belə перемешать eləyirəm indi. Və başqa başlayıram qızartmağa. Belə də elə bildiyiniz o kotletdə, amma sadəcə belə qarışdıranda ətləri daha dadlı olur, daha da belə qəşəng olur. Bir yumurta da əlavə elədim. Həmişəki kimi kotletə nə əlavə eləyirsinizsə onu, sadə çörək əlavə eləmədim. Burada oja qızardaram. Burada skоворodka qoymuşam, yağ tökürəm skоворodkaya və belə kotletkaları qızardıram. Bu tərəfdə də makaron qoymuşam ki, makaron da qaynasın. Az vaxt az qaldı. Gedib orada da su varsa gərək, biz həm basen təmizləmək istəyirdik, həm mən xalçanı yumaq istəyirdim. Qonşudan soruşdum, dedi bugün su var. Düzdür, bazar günüdür, nə yalan deyim, bazar günləri vəbşə su olmur, amma deyib ki, bugün var, ona görə də biraz tələsirəm ki, yeməkləri də hazırlayım, gec gəlsəm, evdəkilərə yeməklər olsun da, mən rahat gedim, qızlar qaynanama, nənələrimə verə bilərlər, verirlər. Belə bir kotletkalar, belə bir makaroşkalar oldu, məndə belə bir yemək alındı. İnşallah göz haqqını halal eləyərsiniz. Yenə də dediyiniz kimi abunə olub, bir mesaj yazıb, like qoymağı unutmayın. Çox xoş olar mənim üçün. Və biz yollandıq hara Hövsana. Gedirik Hövsana, hava nəsə biraz belə o istilik hələ yoxdur, elə bilmirəm, mən burada maşında gedirdim, biraz soyuğuydu kondisionerə görə. Və biz eşitmişik ki, Hövsanda yeni belə çimərlik plaj açılıb. Leyla Aliyeva mı, kimdir, onun sponsorluğuyla belə havayı plaj açılıb. Düzdür, plaj da var, su da var burada, belə də var, duşa kabinləri, belə su ayaqları yumuğa, belə pisoçnica uşaqlara, hər şey var, parkovka, hər şey var. Amma bizdə su yoxdur. Belə bir. Gəldik, çatdıq biz həyat evimizə, bizim bağa. Başladıq baseyndan. Baseyn çoxdan istəyirdik təmizləməyə. Bu il heç nə vaxtı oldu, nə fürsət oldu, nə də heç həvəsim oldu ki, buranı təmizləyib, yuyub, bura su dolduraq. Siz də bilirsiniz də, neçə dəfə deyirəm, bizdə qaynanam xəstələnib.
əməliyyat olub, biraz narahatdır da. İndi də hələ biz müalicədə almadıq. İndi bilirəm ki, analiz vermişik. O keçən videoda demişdim sizə, ya bu videoda əvvəldə də dediyim kimi o analizi ikinci dəfə oje veririk. Biraz su gəlir, belə doldururuq və öz işlərimi görürük. Mən də burada bu xalçanı yuyuram. İstəyirəm qəşəngcə yuyum və aparım evə. Sərim. Sonra da uşaqları da gətirməliyik bura. Hava yenə də günəş çıxdı, belə isti günəş çıxdı özü də. Arada belə sərin olur, arada belə isti olur. Bilmirəm bu hava niyə belədir. Amma cürbəcür dəyişilir. Biraz evi də istəyirdim səliqəyə salım, bol zad yuyum. Ev təmizdir, düzdür, amma yenə də istəyirdim bir el gəzdirim. Çay molası həmişəki kimi. Düzdür, bir qəşəng kofe içərdim, amma kofe yoxdur. Dedim olsun, çay da ola bilər. Niyə də olmasın, çayı da çox xoşlayıram. Hava qəşəng, bu yaşıllıq istəyirik bizim qaynanamı bura gətirib biraz burada istirahət eləsin. Çünki orada çox isti olur və bir divanda ya oturur, ya orada uzanır. Ona görə də dedik ki, gerek bura gətirək. Baxın, məndə nə var. Bunlar qonşu getirmişdi. Dedi ki, onlar sizin həyata, yəni bunları bıraxaq da, onlar ölürlər çöldə. Bizdə yeşillik var idi o vaxt həyatda. Dedik, hə, qalsın. Sonra da gördüm ki, bunlara çəylək verdim, yedilər. Nə verdimsə hamısını yeyir. İndi də xiyar verirəm, yeyir. Amma evdə bir tək mənim əlimdən nəsə yeyir. Nə uşaqların, nə yoldaşımın əlindən heç nə yemir. Mən verəndə belə yeyirlər. Вообще животныları çox sevirəm, belə nasikomi, животные. Xoşlamıram ki, onları kimsə onlara zərər versin. Və belə qəşəngcə özün üçün yeyir. Dedim, bunu da verim, istidir. Çox xalacilnikdən getirdim, soyuq xiyar verirəm ki, yesin biraz. Bu da özünə gəlsin bu istidə. Belə işlər, qızlarım. Daha nə edirəm? Belə. Burada biz uca sınırıq. Bizdə belə ləkə qaldı. Su orada qalmışdı çox vaxt və qurumuşdu orada su. Biz də burada deneyirik. Azlit, net, nə varsa hamısını aldıq. Bir neçə qab. Onları göstərmək burada heç, yəni fikrimizə də gəlmədi. Niyə? Çünki arada tvorческий usluga gəlir bu şeydir da, elə bil ki, qaydaya nəsə eləmirəm, dətər deyim sizə, yəni qonşunun cücələr də gəldi bizim həyatımıza, bizə qonaq olaraq. Gördü ki, qapı açıqdır, onlardan lapatka almışıq. Gördülər ki, qapı açıqdır, arxadan gəliblər bizə qonaq. Baxaq biz nə edirik. Və bir neçə belə şey sınadıq, alınmadı. Dedik ki, gerek biz bunu kraskalayarıq bir gün. Amma bilmirəm indi nə vaxt olacaq. Kraskalamaq istəyirik. Burada mən xalçanı qırxandan dedim yuyum. Uca yumuşam qəşəngcə. İndi bunu, bu paraşok suyu çıxartmaq lazımdır da uca buradan. Həm güllərə sulamış oluram, həm xalçanı yumuş oluram, həm də həyatı biraz təmizləmiş olaram. Düzdür, bugün su var idi. Az da olsa su olanda rahat olur. Çox istəmirəm, az istəyirəm su olsun. Yəni hər gün olmasa da bir gündən bir bilim ki, axşam 3 saat su olacaq. Bilirəm ki, bu vaxt su var. Bunu belə bilərək işlədərəm da. Biz bu kranları çəkdirəndə suyu, bizdə kranlar xarab olurdu, çünki sunun naporu çox idi. Amma indi susuzluqdan oluruq da, biz əsəbləşirik deyə bilərəm. Su olmayanda heç həyata da çıxmaq həvəsim olmur. Mən xoşlayıram səhər tezdən durub, həyata çıxıb, həyatı yuyum, təmizləyim hər yeri. Gülləri də suluyum. Amma su olmayanda uca bilmirsən sən nə edərsən, deyirsən ki, su yoxdur, heç nə istəmirəm də uca. Belə qızlar, bunu da belə yumuş oldum. Nə yaxşı ki, bunu xətəbı getirdim. O birisi olmasanda bu çox belə çirkin olmuşdu. Çünki kuxnada yemək hazırlayırıq. O
ən həssas odur. O rakovinanın yanında olan o yer daha da çox belə çirklənirdi, belə çox belə qara olmuşdu o ayaq izindən. Ona görə də dedim, yox da bu qala bilməz evdə. Bir bu xalçaya görə şeydə vermək istəmirəm xalı yumağa. Və keçən dəfə verdiyim ondan da xoşum gəlmədi. Biraz o kadar da yaxşı yumuyub. Ona görə də dedim, getirin burada yum. Hazır həyat var, su olsa düzdür bunları yumaq. O kadar da çetin değil ama su olmayanda da bilmirsən. O suyu hara istifadə eləyərsən. Belə biraz gülləri də suladım. Xalçanı da yudum, bitirdim. Bugün de bizde belə keçdi. Ne diyeyim size kızlar. Baxın videolara, like koyun, mesajlar yazın. Neujeli sizdə heç nə yoxdur yazmağa. Düzdür, bəzən yazırlar belə şeyler yazırlar ki, başa düşmürəm. Bu kadınlar nə tər kadın ola bilər ki, bir kadına belə bir şey yaza bilərlər. Amma arada da çox belə yaxşı söz yazan xanımlar da var. Çox sağ olun sizdən. Allah razı olsun. Çox xoşuma gəlir. Və mənim üçün də belə motivasiya kimi bir şey olur. Keçən il bu vaxtı mən anamın yanındaydım. Ora gitmişdim. Amma bu ilgidə bilmirəm. İnanın ki, bu o kadar belə ağır hisdi ki, sən bilirsən ki, anam xəstədir, atam xəstədir və ora gedib istədiyi vaxt gələ bilmirsən. Ona görə də özüm üçün belə başımı belə qatıram ki, çox fikirləşməyim, çox belə üzülməyim. Mən belə üzüləndə, nastroyeniya olmayanda anam уже bilir mənim nastroyeniyam yoxdur. Belə. Sağ olun, salamat qalın. Çox sağ olun hamıya.